Ehtiyat, ehtiyatsızlıqdan doğar. Əgər siz nə özünüzün, nə sərnişinlərinizin, nə də ki, qarşınızdakı günahsız insanların həyatını risk altına atıb, hər hansı bir xoşa gəlməz halın səbəbkarı və ya qurbanı olmaq istəmirsinizsə, istənilən halda sudan qulu çıxmaq istəyirsinizsə, qarşıda gələn süjetimizdəki məsləhətlərə mütləq əməl edin. Dövlət yol polisi əməkdaşı bizi sürücünü saxlayır və ondan sığorta tələb edir. Və bizim də sürücümüz sənədlərin içərisindən sığorta şəhadətnaməsini çıxarıb dövlət yol polisinə təqdim edir və belə düşünür ki, bu sığorta onun avtomobilinin sığortasıdır. Mən bütün tamaşaçılarımıza bildirmək istəyirəm ki, ümumiyyətlə belə deyək, bu sığorta növü, yəni bizim belə deyək, dövlət yol polisinin bizdən tələb etdiyi sığorta növü daha çox avtomobilin sığortasına demək olar ki, heç bir əlaqəsi yoxdur. Qanunla nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin istismarına onların sahiblərinin mülki məsuliyyətinin məcburi sığorta olunması şərti ilə icazə verilir. Mülki məsuliyyətin məcburi sığortası hazırda məcburi sığorta növü olaraq zərərçəkənin avtomobilinin təmirini və sağlamlığına vurulan ziyanın konsepsiyasını əhatə edir. Yəni, əgər yol nəqliyyat hadisəsi sizin təqsiriniz ucbatından baş veribsə. Mülki məsuliyyətin icbari sığortası, buna xalq arasında bəzən 10 manatlıq sığorta deyirlər. Yəni, bu, mən sizin nəzərinizə çatdırım və bütün tamaşaçılarımızın nəzərinizə çatdırım ki, bu 1996-cı il nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən bir sığorta əməliyyatlarıdır. Yəni, bu o halları əhatə edir ki, siz yolda hərəkət zamanı başqa şəxsə zərər yetirirsiniz. Bəzən sürücülər sığorta haqqında kifayət qədər məlumatlı olmadıqlarından onun imkanlarından səmərəli istifadə edə bilmirlər. Sürücülərimizin məcburi sığorta haqqında nə dərəcədə məlumatlı olduğunu öyrənmək üçün sorğu keçirdik. Yol Dövlət Polis İdarəsindən məcburi sığorta edirik. 10 manatlıq. Vaxt edə bilərik. Mənim bundan əvvəl maşınım olub, məcburi sığortam olub. Mənim maşınım əzilibsə də mənim köməkliyi göstərməyiblər. Heç bir şey köməkli olunmadı. Heç bir şey köməkli olmuyor. Deyib ki, məcburi sığorta baxır hansı faizləndir. Nə get gəl option. Sığorta şirkəti idi ki, müraciət etdiniz, amma əməl etmədi. Açığı mən zəng eləmədim heç. Mən heç şey eləmədim ki, yəni dedim ona cümlə çatmış ki, bugünkü gündə bu dövlətin bu qanununa o 10 manat ailə uşağımızdan artıq. O sığortanı bizim maşınımızı gətirib. Bizim ona cümlə çatdı. Heç mən maşınımı sığorta etməmişəm. Çünki 96-cı ildə elədim, yol qəzası eləmişdim, getdim sığorta idarəsinə. Heç bir ödəniş olmadı, ona görə heç maşınımı da sığorta eləməmişəm. Dövlət avtomobil təşkilatçılarına da deyirəm, belədir, heç nə demirəm. Biz elə məcburi ödəyirik, yoxsa könüllü olsa ödəmərik. Məcburi də onun üçün ödəyirik biz də. Ödəmişəm sığortana da, hər il ödəyirəm pulunu. Hüquqi baxımdan izah etməliyik ki, bütün tamaşaçılarımıza daha aydın olsun. Yəni, belə deyək də, gündəlik həyatda hər bir vətəndaşın müxtəlif zamanlarda mülki məsuliyyəti ortaya çıxır. Məsəl üçün, başqalarına qarşı bir hadisə törədirsinizsə, mülki məsuliyyətiniz ortaya çıxır. İnzibati pozuntulara yol verirsinizsə, mülki məsuliyyətiniz ortaya çıxır və s. O cümlədən də yolda hərəkət zamanı siz öz təqsiriniz ucbatından başqa avtomobiləmi, başqa şəxslərin əmlakına mı, başqa şəxslərin sağlamlığına və yaxud da adi belə bir misal deyək. Bəzən, məsəl üçün, mən çox bunu primitiv bir misalla izah edirəm. Qoy bunu tamaşaçılarımıza da belə izah edim. Təsəvvür edin ki, avtomobili hərəkət zamanı təqsir sizdə olub, avtomobilin sürətini azaltmamışsınız və qonşunun, məsəl üçün, evinin divarına çırpılmışsınız avtomobildə. Biz divarı təmir eləməyə məsuliyyət daşıyırıq. Amma sizin avtomobilinizin təmirinə qarşı heç bir məsuliyyət daşımırıq. Yəni, bu hər bir halda sizin başqalarına vurduğunuz zərərlə bağlı sığorta təminatıdır. Mülki məsuliyyətin məcburi sığorta polisinin qiyməti dövlət tərəfindən müəyyən edilir və bütün sığorta şirkətləri üçün eynidir. Həmin qiymət ayrı-ayrı şirkətlərdən müxtəlif ola bilməz. Buna görə həm məcburi, həm də digər sığorta əməliyyatlarını həyata keçirmək üçün güvəndiyiniz hər hansı şirkətə müraciət edə bilərsiniz. Bu mənada az sığortaya etibar etmək olar.
Amma burada təbii ki 96-cı ildə bu qanun qəbul edildiyi zaman orada əhalinin o zamanki maddi rifah səviyyəsi və o zaman şəhərimizdə olan avtomobillərin qiymətləri belə deyək nəzərə alınaraq az bir təminat nəzərdə tutulmuşdu. O zaman və indi də həmin qanun qüvvədədir. Deməli, mülki məsuliyyətin sığortası üzrə başqa şəxslərin əmlakına vurulan zərərə görə maksimum 1000 manat məbləğində sığorta şirkətləri ödəniş həyata keçirmək hüququna malikdirlər. Nəqliyyat vasitəsinə dəymiş, yəni əmlaka dəymiş zərərə görə 1000 manat, səhhətə dəymiş zərərə görə adam başına 1000 manat, ümumilikdə 5000 manat. Beləliklə, əziz sürücülər, vaxtında sığortadan istifadə edin ki, avtomobil idarə edərkən başqalarına zərər vurduğunuz halda sığortanın köməyindən istifadə edə biləsiniz.